Ceyhun müəllim, xanımlarla bayaq biraz əvvəl dedik, yazıblar, anonimlik qorunurmu sizin mərkəzdə? 100%. Necə deyə bilərsiniz bunu, necə zəmanət verə bilərsiniz? Yəni hətta misal üçün hansısa bir Narkomaniyadan əziyyət çəkənlər diqqətlə qulaq assın, xahiş edirəm. yəni çəkiliş belə olsa, üzləri bağlanır, arxadan çəkilir. Ümumiyyətlə iştirak etməyən, istəyən olsa iştirak etmir. Yəni bu 100% qorunur. Yəni bizim heç bir marağı yox, bizim marağımız yox. Xanımlar da gedib, məsələn, xanımlar gedir gətirir də, hə, gəl mərkəzə deyə. Bəli. Bizim Məsələn, valideynlərə deyək ki, baxın, oğlum getmir deyənlər var ha, mərkəzə getmək istəmir deyənlər var, yoxsa mən yerləşdirərəm deyənlər var ha. Bəli. Siz Ceyhun müəllimlə bu nömrə nə əlaqə saxlayın? mütləq şəkildə. Onlar elə maraqlı söhbət eləyirlər. Mən görmüşəm bir-iki dəfə biz onları analiz göndərmişik. Çox belə rahat. Çünki biz bir asılı başa düşür. Həm də bir asılının xəstəliyini qəbullanması, problemi qəbul etməsi biraz qəliz prosesdir. Hər asılı onu qəbul etmir. Sağalmağın başlanğıcında. Onun üçün bir müəyyən bir müddət lazımdır. Çünki başa düşsəydi, ən azı cəhd edərdi. Amma sağalmağa cəhd edən özləri də çox nadir hallarda olur. Burada valideynlərin rolu böyükdür. Valideynlər başa düşməlidir. Valideynlər asılların manipulyasiyasına uymamalıdır. Sonuncu dəfə şans ver, bir də eləməyəcəm. Yəni axırıncı dəfə mənə pul ver, düzələcəm. Bəli, yəni bu manipulyasiyalardır, asılların etdiyi manipulyasiyalardır. Çünki hər gün, hər saat daha da çətin duruma düşür aslan. Mən çox xahiş edirəm bəzi tamaşaçılarımızdan. Bəzi mərkəzlərin çox təəssüf ki, düzgün olmayan addımları oldu. Amma bu o demək deyil, bütün mərkəzlərə aiddir. Mən bunu tam səmimiyyətinlə deyir. Baxın, klinikalar var ki, ana doğuş zamanı dünyasını dəyişir. Bu o demək deyil ki, oradakı bütün həkimlər pisdir. Orada peşəkar həkimlər var. Və bu işdə mən şəxsən sağlam addıma çox güvənirəm. Adamların həm kamera nəzarəti, həm həkim nəzarəti. Biz məsələn yerləşdirdiyimiz adamlar olub, əlavə onlarla bəziləri bilirsə sistemlər falan istifadə eləmirlər. Amma bu mərkəzdə var ki, deyir həm bu cür müalicə edir, həm də dövlət xəstəxanasının elədiyi tədbiqlər var da, elədiyi addımlar var. Məsələ odur ki, ümumiyyətlə reabilitasiya sistemi biraz qapalı sistemdir. Qapalı olan sistem barədə çoxlu şayiələr yayılır. Ələxüsus da hardasa bir xoşa gəlməz hadisə baş verirsə. Hamısına aid eləyirlər. Amma biz artıq bu stereotipləri dağıdırıq. Biz cəmiyyət üçün, mətbuat üçün açıq edirik bunu. Ələxüsus da misal üçün klassik reabilitasiya prosesində valideynlərlə görüş olmur. Yəni yerləşdiriləndən tam çıxana kimi valideynlərlə görüş olmur. Amma biz qərara gəlmişik ki, sağalma prosesinə ziyan vurmadan valideynlərlə görüş də təşkil edək. Təşəkkür edirəm sağlam addım.